Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 9-cu sinif təhsil sənət fənni KSG 4 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Təmirçilər, məntiqi acılığı tamamla. Deməli, Təmirçilər əsəri hansı rəssama aiddir? Tahir Salahov'a. Bizdən Tahir Salahovun digər əsərini soruşur. Xəzərdə səhər, Neft daşlarında qış, Neftçi. Neftçi heykəli kimin əsəridir? Mirəli Mirqasımovun. Neft daşlarında qış, Tağıt Tağıyev. Xəzərdə səhər, Tahir Salahov. Məntiqi acılığa görə A variantı uyğundur. İkinci sual. Hansı rəssamın üslub texnikası rəngçalıq qrafik olmuşdur? Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov. Deməli, hansı rəssamın üslub texnikası rəngçalıq qrafik olmuşdur? Cavab A variantı Tahir Salahov. Rəngçalıq nədir? Rəngçalıq və qrafikada təhsil sənətinin növü olmuşdur. Rəngçalıq ləkə, boya vasitəsilə istifadə olunan növdür. Qrafika isə ağır rəsmlərə, yəni xətt, ştrix, ton, işıq, kölgədən istifadə olunmasına deyilirdi. Cavab A variantı Tahir Salahov. Üçüncü əsər. Hansı əsər Tahir Salahova aiddir? Axşam Maral Rəhmanzadə, Sibel Sakit Məmmədov, Kənlər isə Tahir Salahova aiddir. Cavab C variantı. Dördüncü sual. Hansı heykəl Ağdaşdan yaradılmışdır? Neftçi, balıqçı, əks-səda dövrü. Deməli, bu əsərlər hansı rəssama aiddir? Neftçi heykəli dedik ki, Mirəli Mirqasımovdur. Balıqçı və əks-səda dövrü isə hansı rəssama aiddir? Fazil Nəcəfova aiddir və hansı materialdan yaradılmışdır? Ağdaşdan. Balıqçı heykəli Ağdaşdan yaradılmışdır. Əks-səda dövrü isə bürüncdən. 5-ci sual. Səhər, məntiqi acılığı tamamla. Deməli, Səhər əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapaq. Deməli, Səhər əsəri hansı rəssama aiddir? Fazil Nəcəfova. Bizdən onun digər əsərini tapmağımızı soruşur. Çorlar uyğundur. Daha çox çorlar deməli kimin əsəridir? Fazil Nəcəfovun əsəri sayılır. Cavab A variantı. Dəmirçilər Tahir Salahov, Sibel isə Sakit Məmmədovun əsəri sayılır. 6-cı sual. Hansı əsər Arif Hüseynova aiddir? Azərbaycanım, Azərbaycan nağılı və Azərbaycan muğamı. Azərbaycanım əsəri Asif Cəfərovundur. Azərbaycan nağılı Səttar Bəhlulzadə. Azərbaycan muğamı isə Arif Hüseynova uyğundur. Cavab C variantı. 7-ci sual. Nar bayramı, məntiqi acılığı tamamla. Deməli, Nar bayramı hansı rəssama aiddir? Arif Hüseynova. Bizdən Arif Hüseynovun digər əsərini soruşur. Nərd oyunu Arif Hüseynovun əsəridir. Cavab A variantı. Çayçı Məmməd Rasim Babayevin əsəridir. Gəzinti isə Böyük Ağa Mirzazadənin impressionizm üslubunda çəkdiyi əsərdir. Cavab olacaq A variantı. 8-ci sual. Hansı əsər Fərhad Xəllova aiddir? Bahar gəlir Elmira Şahtatinskaya əsəridir. Çiçəkləyən badam ağacı Fərhad Xəllov. Cavab B variantı. Alma ağacları isə İshak Levitan. 9-cu sual. Axşamlar əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Fərhad Xəlilov, Sakit Məmmədov. Deməli, Axşamlar əsəri Fərhad Xəlilovun olacaq. Maral Rəhmanzadənin əsərləri hansıları idi? Estakadada Günəş şüaları, Axşam. Sakit Məmmədovun əsəri hansıdır? Sibel və Nüşabə, İtalyalı qız və sairə. Cavab olacaq B variantı. 10-cu sual. Fərhad Xəlilovun əsərlərinin mövzusu nədir? Mənzərə, məişət, portret, mənzərə, əsatir, portret. Deməli, mənzərə və məişət xeyr, yanlışdır. Çünki əsərlərinin mövzusunda mənzərə yoxdur. Mənzərə nədir? Təbiət rəsmidir. Məişət nədir? Gündəlik həyatımızda təsvir olunan təsvirlər. Portret, mənzərə. Portret nədir? İnsanın sinədəki olan təsviridir. Mənzərə isə nədir? Təbiət rəsmi. Burada cavab olacaq B variantı. Əsatir nədir? Nağıl əfsanələri çəkilmiş təsvirlərdir. Portret dedik ki, insanın sinədəki olan təsviri sayılır. 11-ci sual. Sakit Məmmədovun üslub texnikası nədir? Qrafika, rəngkarlıq, heykəltaraşlıq. Deməli, qrafika nədir? Deməli, ağ-qara rəsmlərə qrafika deyilirdi. Əsas ifadə vasitələri hansılardır? Xətt, ştrix, ton, işıq, kölgə. Rəngkarlıq nədir? Boya vasitəsilə çəkilən təsvirlərdir. Rəng, kolorit, ləkə ilə. Heykəltaraşlıq nədir? Bərk materiallardan yaradılan təsvirlərə heykəltaraşlıq deyilirdi. Cavab B variantı. 13-cü sual. Məhəbbət məntiqi acılığı tamamla. Deməli, məhəbbət əsəri hansı rəssama aiddir? Bizdən onun digər əsərini tapmağımızı soruşur. Məhəbbət əsəri Sakit Məmmədovun əsəridir. Onun digər əsəri hansıdır? Ad günü. Cavab A variantı. Sahədə əsəri Kamil Xanlarovun əsəridir. Muğam əsəri isə deməli Zakir Əhmədovun heykəlidir. 13-cü sual. Opalizm məktəbinin yaradıcısı kim olmuşdur? Həmin rəssamın digər əsərini tapın. Deməli, Opalizm məktəbinin yaradıcısı Sakit Məmmədov olmuşdur. Bizdən Sakit Məmmədovun digər əsərini tapmağımızı soruşur. O da A variantı Sibel olacaq.
Axşam əsəri Marıl Rəhmanzadə, Estakada da Böyük Ağa Mirzazadənin əsəridir. 14-cü sual. Sakit Məmmədovun əsərlərini sadala. Məsələn, Sibel, İtalyalı qız, Ad günü və s. 15-ci sual. Tahir Salahovun əsərlərini sadala. Tahir Salahovun 1-ci sinifdə Qırmızı biberli Natürmort əsəri, 2-ci sinifdə deməli Çiçəklər Nardaran və s. əsərlərini keçmişik. 16-cı sual. Rənglərdən istifadə edərək natürmort çəkin. Deməli, hansı rənglərdən istifadə edə bilərsiniz? Daha çox xromatik rənglərdən. Yəni, xromatik nə deməkdir? Əlvan rənglərdən istifadə edərək rəsm çəkə bilərsiniz. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı 1-ci sual. Hansı əsər Sakit Məmmədova aiddir? Yatmış mələk, Gəzinti, Çayçı Məmməd. Çayçı Məmməd Rasim Babayevin əsəridir. Gəzinti Böyük Ağa Mirzəzadə. Yatmış mələk Sakit Məmmədovun əsəridir. Cavab A variantı. 2-ci sual. Fərhad Xəlilovun üslub texnikası nədir? Qrafika, memarlıq və rəngkarlıq. Deməli, Fərhad Xəlilovun üslub texnikası nədir? Rəngkarlıq. Rəngkarlıq nədir? Boya, rəng, kolorit vasitəsilə çəkilən təsvirlərə deyilirdi. Qrafika nədir? Ağ-qara rəsmlərə deyilirdi. Memarlığı isə inşa etmə incəsənəti sayılırdı. 3-cü sual. Hansı əsər Fərhad Xəlilova aiddir? Qırmızı biberli natürmort Tahir Salahovun əsəridir. Görədildə isə Fərhad Xəlilovun əsəridir. Ev dovşanı isə animalistika janrında çəkilən təsvirdir və Albert Dürer'in əsəridir. Animalistika nədir? Quş, balıq, heyvan təsvirinə animalistika deyilirdi. Ancaq heyvan rəsmlərini çəkən rəssama isə animalist deyilirdi. 4-cü sual. Çiçəklərin badam ağacı əsəri təsinsədin hansı növündə işlənilib? Çiçəklərin badam ağacı daha çox çiçəklərdən istifadə olunduğu üçün, mənzərədən istifadə olunduğu üçün rəngkarlıq, yəni rənglərdən istifadə olunmalıdır mütləq. Burada cavab olacaq A variantı. 5-ci sual. Hansı əsər Arif Hüseynova aiddir? Nar çiçəkləri, Sevincli gün, Narlar miskablarla. Sevincli gün Toğrul Nəğmabəyovun əsəridir. Narlar miskablarla Məlik Məmmədxanov. Burada cavab olacaq nar çiçəkləri Arif Hüseynova aiddir. A variantı. 6-cı sual. Bayquş əsəri təsirin sənətinin hansı növündə işlənilib? Heykəltaraşlıq, rəngkarlıq, qrafika. Bayquş əsəri daha çox heykəltaraşlıq növündə işlənəcək. Deməli, kimin əsəridir? Fazil Nəcəfovun əsəri sayılır. Və hansı növdə işlənmişdir? Heykəltaraşlıq növündə. Heykəltaraşlıq nədir? Bərk materiallardan yaradılan təsirin sənət növünə heykəltaraşlıq deyilirdi və 2 növə bölünürdü. Dəyirmi və relyef. 7-ci sual. Piç heykəli hansı materialdan yaradılmışdır? Bürünc, tunc, qranit. Deməli, piç heykəli. Heykəl nədir? Bərk materiallardan yaradılan təsirin sənət növüdür və hansı materialdan yaradılmışdır? Bürüncdən. 8-ci sual. Həyatın mərtəbələri heykəli hansı materialdan yaradılmışdır? Bürünc, mərmər, tunc. Həyatın mərtəbələri heykəli bürüncdən yaradılmışdır. Yəni, bərk materialdan yaradılmışdır. Cavab A variantı. 9-cu sual. Fazil Nəcəfovun əsərlərinin mövzusu nədir? Mənzərə, natürmort, portret. Fazil Nəcəfov heykəltaraş olduğu üçün onun bir çox heykəlləri də portret növündə, yəni janrında işləniləcək. Portret nədir? İnsanın sinədəki olan təsviridir, yəni insan rəsmləridir. Cavab olacaq C variantı. Natürmort nədir? Cansız əşyaların təsviridir. Mənzərə isə təbiət rəsmləridir. 10-cu sual. Hansı əsər Tahir Salahova aiddir? Abşeron qadınları, Azərbaycanım, Azərbaycan qadınları. Azərbaycanım Asif Cəfərov, Azərbaycan qadınları isə Maral Rəhmanzadənin əsəridir. Abşeron qadınları isə Tahir Salahov olacaq. 11-ci sual. Növbədən qayıdanlar əsəri hansı janrda verilib? Mənzərə, natürmort, məişət. Növbədən qayıdanlar əsəri insanların gündəlik həyatında, yəni insanların gündəlik məişət haqqında bizdən danışır. Məişət nədir dedik ki, insanın gündəlik həyatı. Cavab olacaq C variantı. Natürmort nədir? Cansız əşyaların təsviri. Növbədən qayıdanlar əsərində cansız əşya yoxdur. Mənzərə əsəri nədir? Təbiət rəsmləri deyilir. Yəni növbədən qayıdanlar əsərində daha çox insanların gündəlik həyatı ön plana tutulduğu üçün cavab olacaq məişət C variantı. 12-ci sual. Döyüş vuruşma deməkdir. Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Əsatir nədir? Nağıl, əfsanələrə çəkilmiş təsvirlərə əsatir deyilir. Tarixi janrı isə tanınmış şəxsiyyətlərə həsr olunan janrdır. Batal janrı isə döyüş vuruşma deməkdir. Cavab olacaq C variantı. 13-cü sual. İnsanların gündəlik həyatı hansı janrda verilib? Əsatir dedik ki, nağıl, əfsanələrə çəkilmiş təsvirlərdir. Portret insanın sinədəki olan təsviridir və 2 növə bölünürdü. Portret, təntənəli və kameral 2 növə bölünürdü. Məişət isə insanların gündəlik həyatı. 14-cü sual. Hansı janrları tanıyırsan? Tarixi, batal, məişət, animalistika. Animalistika nədir? Quş, heyvan təsvirləri deməkdir. Əsatir nədir? Nağıl, əfsanələrə çəkilmiş təsvirlərdir. Batal isə döyüş, vuruşma mənasını bildirir.
15-ci sual. Təhsil sənətinin hansı növünü tanıyırsan? Təhsil sənətin növləri hansılardır? Rəngçalıq, qrafika, memarlıq, heykəltaraşlıq, dekorativ tədbiqi, sənət. 16-cı sual. Janrlardan birini seçərək rəsm çəkin. Bayaq biz janrları sadaladıq. Hansılardır? Tarixi, məişət, batal, animalistika. Yəni siz bu janrlardan birini seçərək onun rəsmini çəkməyi tələb edir. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.